Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Baxırıq ki, bizə 10, 18, 9, 16, 8 ədədləri ardıcılığı verilib. Və bizdən növbəti sual işarəsinin yerinə uyğun gələn ədədi tapmağımızı istəyir. İlk öncə birinci ədədimiz olan 10, üzərində hansı riyazi hesablama aparılıb 18 alındığına baxaq. İlk düşündüyümüz 10 üzərinə 8 gəlinib 18 edib. 10 plus 8 yazırıq. Sonra 18, 9 olub. Burada 2 formada ola bilər. 1, 18-dən 9 çıxa bilinər. Bunu yazaq. Bir də 18 2-yə bölünə bilər. Sonra 9, 16 olub. 9-un üzərinə 7 gəlinib 16 olub. Sonra 16, 18 olunub. Burada da 16-dan 1, 8 çıxıla bilər. Bir də 2-yə bölünə bilər. Baxırıq ki, birinci 8 üzərinə gəldi. Birinci yuxarı hissədə yazdıqlarımızı qanuna uyğunluğu müəyyən edək. 8 gəldi, sonra 9 çıxdı. 7 gəldi, 8 çıxdı. Baxırıq aşağı ilə birinci 8 üzərinə gəldi, sonra 2-yə böldük, sonra 7 üzərinə gəldi, sonra 2-yə böldük. Deməli, burada minus 9, minus 8-dənsə böl 2, böl 2 daha uyğundur. Böl 2, 16-nı da 2-yə böləndə 8 edir. Deməli, biz qanuna uyğunluğu müəyyən etdik. Birinci 8 üzərinə gəlirik, sonra 2-yə bölürük. Sonra 7 üzərinə gəlirik, sonra 2-yə bölürük. 2-yə bölmə eynidir. Rəqəmlər dəyişmir. Böl 2. Amma toplamada birinci 8 toplayıb, sonra 7. Bu qanuna uyğunluqla davam etsək, 1 azalacaq 7-də 6 olacaq. Və 2-yə bölüb sonra plus 6 olmalıdır. Və baxırıq ki, 8-in üzərinə 6 da gələndə 14 edir. 14 də B variantına uyğun gəlir. Dostlar, testlə bağlı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.